Herkese selamlar. Bu dersimizde Python collection data tiplerini size göstereceğim ve list data tipini öğreneceğiz. Python'da 4 növ collection yani koleksiya data növü vardır. List, set, tuple ve dictionary. Collection data type'ları müxtəlif dəyərləri tək bir dəyişəndə saxlamağa imkan verən verilənlər tipidir. Və bəs bunlar niyə 4 qrupa bölünüb? Çünki hər birinin fərqli istifadə yerləri və xüsusiyyətləri var. List dəyişdirilə bilən, sırayla saxlanılan verilənlər tipidir. Yəni burada hər bir elementin indeksi vardır. Elementlər daxilində istədiyiniz tipdə dəyərlər ola bilər. Yəni nümunədə gördüyünüz kimi burada integer, boolean və string data tipində məlumatlar var. Məqsəd dəyərləri dəyişdirmək, silmək və ya əlavə etməkdirsə, list ən yaxşı seçimdir. Digər bir növ set data type'dır. Yalnız unikal dəyərləri saxlayan verilənlər tipidir və sırası yoxdur. Bir neçə unikallığı qorumaq, təkrarlanan elementləri saxlamaq istəmədikdə set istifadə olunur. Digər bir data type dictionary data type'dır. Burada key value açar dəyər cütləri ilə məlumat saxlayan verilənlər tipidir. Yəni məqsəd məlumatlar axtarışının sürətini artırmaq, hər hansı bir məlumatın unikal açarı ilə sürətli şəkildə əldə edilməsi üçün istifadə lazımdırsa, bu zaman dictionary istifadə olunur. Yəni siz burada sorğu verdikdə yaş dəyərinə artıq asanlıqla 32 dəyərini tapa bilərsiniz. Digər bir növ tuple data type'dır. Tuple listə bənzəyir, amma dəyişdirilə bilməz. Yəni burada dəyişməyən məlumatları saxlamaq üçün istifadə edilir. Həmçinin tuplelar daha sürətlidir və təhlükəsizliyi təmin edir. Pythonda arrayləri bir növ əvəz etmək üçün bu data tiplərindən istifadə olunur. Çünki arraylər bizim məlumat dəstələrimizdir. İndi mən bir x dəyəri yaradıram və ona 7-ni mənimsədirəm. Bu zaman burada sadəcə bir məlumat və yaxud da dəyər mənimsədə bildim. Amma bu mənə bəzən kömək etmir. Çünki bəzən yan-yana birdən çox dəyərim ola bilər. Məsələn, biz indi bir numbers adında bir dəyişən yaratsaq və ona bir neçə dəyər mənimsəsək, necə olar sizcə? Burada listdən istifadə olunur. Listi yaratmaq üçün kvadrat mötərizələrdən istifadə olunur və onun içərisinə dəyərləri daxil edirik. Bura mən 1, 2, 3 və 4 dəyərlərini daxil elədim. Listə birdən çox datanı və ya dəyəri tək bir dəyişəndə saxlamaq üçün istifadə edilir. Əgər elementlər sırayla daxil olmaq istəyirsinizsə və ya elementlər üzərində əməliyyat aparmaq istəyirsinizsə, list idealdır. Listlər burada gördüyünüz kimi kvadrat mötərizə ilə yaradılır. Yəni artıq biz kvadrat mötərizəni açıb bağlayaraq list yaratmaq istədiyimizi Pythona deyirik. Burada biz type-ına baxsaq, list görəcəyik. Yumuşaq yazdım. List görəcəyik və yaxud da biz bunu bu formada da yaza bilərik. Sadəcə boşluq. Bu da artıq list data type-ında olacaq. Listə indeksləməni sizə göstərmək istəyirəm. Listdə indeksləmə bir növ stringlə bənzərdir. Burada da indeksləmə sıfırdan başlayır və mənfi indeksləmə də var. Ya gördüyünüz kimi bizim bu formada listimiz var. Və burada ilk elementin indeksi sıfırdır və ondan sonra bir artmağa davam edir. Eyni ilə mənfi qaydada da davam edir. Sadəcə ilk elementin indeksi həm sıfır, həm də burada gördüyünüz kimi mənfi 6 ola bilər. Məsələn, biz burada list mənfi 6 desəm, məndə yenə A-nı qaytarır. Eyni zamanda list 0 da desəm, A-nı qaytaracaq.
Listə üzərində bir neçə əməliyyat da aparmaq mümkündür. Məsələn, biz desək ki, list yeni bir element əlavə etmək istəyirəm, məsələn, F. Bu zaman sizcə necə olar? Məncə errorla qarşılaşacaq. Çünki F stringdir, list isə list data type-ındadır. Gördüyünüz kimi. Burada artıq data type-lar fərqli olduğu üçün mənə error verdi. Amma mən bunu list etsəm, kobud halda da olsa artıq iki listi birləşdirmiş olur. Amma bunun daha asan və daha rahat üsulu var. Append deyib bura F yazsam, artıq bura əlavə olunmuş olacaq. Sadəcə gördüyünüz kimi. Burada mənimsətmədiyim üçün sadəcə output-da verdi. Amma artıq burada mənimsətdi. Bu funksiyalarda daha sonraki dərsimizdə daha detallı danışacağıq. Amma bu dərsimizdə collection data type-ları və list nədir onu öyrəndik.